Stadionda komandasının tək azarkeşi o idi. Ona qarşısa rəqibin 5000-lik fanat ordusu var idi. Yanında bir qap kola, əynində Santa Cruz'un forması ilə komandasının Gremio'ya 4-1 hesablı məğlubiyyətinə tamaşa edirdi. Gələcək göstərdi ki, məhz həmin gün onun və komandası üçün hər şeyin dəyişdiyi gün imiş. Jurnalist Thiago Reis işindən ayrıldı və sevimli klubunun mətbuat xidmətində çalışmağa başladı. Bir müddət sonra vəzifəsi yüksəldi. Müflisləşən klubun xilası üçün unikal biznes planı hazırladı. Daha sonra isə komandanın prezidenti seçildi. Pul çox az idi. O futbolçuların hər birinə eyni sualı verdi. Siz pulsuz oynayacaqsınız. Bəziləri razılaşdı, bəziləri isə komandanı tərk etdi. 8 il sonra Santa Cruz ştatlararası kuboku qazandı. Prezident kürsüsündə isə o əyləşmişdi. Elə həmin stadionda hər şeyin 8 il əvvəl dəyişməyə başladığı yerdə. Məğlub klubun tək azarkeşindən qalib komandanın prezidentinə uzanan bu yol futbol tarixinin ən unikal hekayələrindən biri hesab olunur.